Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər, bugün 17 may 2026-cı ildə OTK tərəfindən növbəti sınaq imtahanı təşkil olundu. Ekranda gördüyünüz suallar da həmin sınaq imtahanının suallarıdır və 11-ci siniflər üçün olan sınaq imtahanı ilə qarşınızdayıq. Gəlin sınaq imtahanının sualları ilə tanış olaq. Siz də bilirsiniz ki, hələ sınaq imtahanının cavabları dərc olunmayıb. Lakin sizlərə kömək məqsədi ilə biz cavablar dərc olunmadan əvvəl suallara izah veririk. Gəlin birlikdə baxaq. Mən Şəlalə İbrahimova suallara maksimal dərəcədə qısa və yığcam cavab verməyə çalışacağım. Birinci sualdan başlayaq. Badımcan çiçəklər fəsiləsinin əksəriyyəti küləklə tozlanır. Xeyr, badımcan çiçəklərin içərisində öz-özünə tozlanan nümayəndələr də var. Gövdə və yarpaqlarında ifrazat toxmalarına rast gəlinir. Bilirik ki, onların gövdə və yarpaqlarında alkaloidlər adlanan maddələr var və onlar xüsusi maddə ifraz edir. Bu maddənin adı da alkaloidlərdir. Ona görə orada ifrazat toxmasının olmasını götürə bilərik. Çiçəklərində qayıqcıq var, doğru deyil. Əksər nümayəndələri ağac şəkillidir. Bunu gül çiçəklər haqqında deyərdik ki, meyvə bitkilərdir və əksəriyyəti də ağac şəkillidir. Çiçəyində struktur elementlərinin sayı 16-dır. Çiçək düsturundakı struktur elementləri 16 desək daha doğru olar. Çiçəyin struktur elementlərini deyiriksə, çiçəyin saplağı və yatağı da nəzərə alınmalıdır. Düşünürəm ki, burada doğru cavab B olar. İnsanın gözün köməkçi aparatının qüsurlarıdır deyir. Gözün köməkçi aparatına qaşlar, kirpiklər, göz yaşı vəzləri, göz əzələləri daxildir və görürəm ki, burada çəpgözlük göz əzələsi ilə bağlı olan bir xəstəlik ola bilər. Bir hüceyrəlilər yarım aləminə aid deyildir. Tripanosomdur, foraminiferdir, radiolidir, leşmaniya bir hüceyrəlidir, amma aktiniya isə bağırsaq boşluqlara aiddir. Kök böhrələri deyir. Kök böhrələri biz bilirik ki, gövdədir. Kök sözü deyilsə də orada gövdə ilə bağlı bir əlamət seçməliyəm. Kök çiliyidirmi? Yox. Üzərində yan köklər ola bilərmi? Yan köklər əlavə köklərin və əsas kökün üzərində olur. Təpə tumurcuğundan kök böhrəsi inkişaf eləyə bilərmi? Əsas gövdə. Düşünürəm ki, təpə tumurcuğundan əsas gövdə inkişaf eləyər. Amma əlavə tumurcuqdan düşünürəm ki, bu cavab daha doğru olar. Kökün yerüstü şəkil dəyişməsidirmi? Yox. Köklə heç bir əlaqəsi yoxdur. Kök böhrəsi deyilsə də bu gövdənin şəkil dəyişməsidir. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən eləyin, ilan və tısbağa verir və suda və quruda yaşayan nümayəndələri var. Hər ikisinin həm suda, həm quruda yaşayan nümayəndələri var. Dişləri olmur tısbağaların, göz qapaqları qovuşmuşdur ilanların, çənələri elastik bağlarla örtülüdür. Bu da ilanların. Çanağa malikdirlər. Düşünürəm bu tısbağalardır. Ürəyi 3 kameralıdır. Həm ilanların, həm tısbağaların ürəyi 3 kameralıdır. Beləliklə 3, 4, 2, 5 və 1, 6 cavabı Y bəndində verilir. İnsanın skeletində ətrafların neçə sümüyü bilavasitə gövdə sümüyünə birləşir? Ətrafların deyəndə aşağı ətrafın 2 dənə sümüyü, çanaq, yuxarı ətrafında körpücüyü bilavasitə döş sümüyünə birləşir, 4 sümük olaraq hesablaya bilərik. Beləliklə, insan orqanizmində böyrək ləyənlərinin sayı 2-dir. Çünki böyrək 2 dənə olduğuna görə böyrək ləyənləri də 2-dir. Və X bir orqanı var, onun da sayı 2-dir. Çünki hər ikisinə A verilib. Böyrək arteriyası, bəli, böyrək venası da 2-dir. Sidik axarları da 2-dir. Amma böyrək piramidi, sidik toplayıcı kanal və qədəhə bənzər kapsul haqqında biz bunu deyə bilmərik. Cavab 1, 2, 5 olaraq götürmək olar. Hansı məməlilərin həm torpaq, həm ağac, həm torpaqda yaşayan, həm də yarımsu həyat tərzi keçirən? Düşünürəm ki, gəmiricilər olar. Çünki mən balinalar və tək dırnaqlılar seçə bilmərəm. Dovşanlar da yarımsu həyat tərzi keçirməz. Beləliklə, mən düşünürəm, burada gəmiricilər daha doğru cavab olar. Glikozanı glikogenə çevirən insulindir. İnsulinin əsas tərkib hissəsi sinkdir. Miçurin tərəfindən sarı bölflerlə kitayka çarpazlaşdırılır və meyvələr əvvəlcə turş olur. Sonra bunu aradan qaldırmaq üçün Miçurin neynir? Bunu aradan qaldırmaq üçün hibridin çətirinin üzərinə yenidən bölfler qələmlərini calaq eləyir. Bəli, doğru fikir A bəndidir. Çünki hibrid turş olduğuna görə yenidən şirinliyi artırmaq üçün beləliklə o bölflerə təsir eləyərək dominant əlamətin idarə edilməsi fikrini elmə gətirir ki, dominantı biz idarə edirik.
Bakteriyaların başlanğıc sayı 5-dir, bölünməyə sərf olunan zaman 110-dur və bakteriyalarda əmələ gələn 160 bakteriyadır. Baxaq, 5 bakteriya ilə başlayırıq, sonra 10 olur, ondan sonra 20 və 40, sonra 80 və 160-a qədər gəldik, çatdıq. Beləliklə, görürük ki, 110 dəqiqə vaxt sərf olunub və 1, 2, 3, 4, 5 bölünmə baş verib, 5-ə bölərik, deməli 22 dəqiqə, hər bölünmə arasındakı müddət 22 dəqiqə hesablana bilər. İnsanın ödü haqqında hansı fikirlər doğru deyil? Eritrositin parçalanma məhsulu doğrudur, qaraciyərdə olur, nazik bağırsağa axıdılır, doğrudur. Öd kisəsində toplanır, nazik bağırsağa açılır, bağırsağın hərəkətini sürətləndirir, amma yağların kimyəvi həzmində iştirak edir, fikri doğru deyil. Spermatozoidlərin minimum sayı 60 milyondur. Minimumdan dediyinə görə kub millimetr hesablamaq istəyirəmsə, 1 kub millimetrdə 20 milyon götürək, 60-dırsa deməli 3 kub millilitr götürülüb və qanda eritrositlərin miqdarı eyni qanda, eritrositin miqdarını istəyirsə 5 milyona vurarıq, 15 cavabı doğrudur. Azıxantroplar psikantroplardan fərqli olaraq daşdan alətlər düzəldib hər ikisi sürü halında yaşayıb, çənaltı çıxıntısı olmayıb. Ən qədim insanlara aiddirlər hər ikisi, amma dəri paltar geyinən azıxantropdur, psikantrop deyil. Bəzi balaca quşlar öz yuvalarını qartal yuvalarına yaxın qururlar. Bu zaman qartal yırtıcılardan onu qoruyur. Çünki qartalın qorxusundan heç kim yuvaya yaxın gəlmir. Qartal isə həmin quşlara toxunmur. Bunlar arasında hansı münasibətdir? Quşlar üçün faydalıdır qartal, amma qartal üçün quşlar faydalı o qədər də əhəmiyyət kəsb eləmir. Bir tərəf üçün faydalı, bir tərəf üçün neytral, kommensalizm. Adi gicitkan özünü xarici görünüşlə yandırıcı gicitkana, zəiflər özlərini güclüyə oxşadırsa, bu ikinci növ maskalanma yaxud mimikriyadır. Növbəti sual, boyun nahiyəsində yerləşən daxili sekresiya vəzlərinin sayı qalxana bənzər və qalxana bənzər ətraf vəzidir və döş nahiyədə yerləşən timusdur. Hər ikisinin cəmi bizə 6 verir. Baş beyindən çıxan sinirlərin 3 cütü hissi, 5 cütü hərəkidi, deməli 4 cütü qarışıqdır. Mərkəz sinir sistemindən çıxan sinirlərin neçə faizi qarışıqdır? Mərkəz sinir sistemindən 43 cüt sinir çıxır və bu 100%dir. Və 4 cüt burada, 31 cüt də orada, demək 35-i də x götürərəm. Beləliklə cavab 81-4. Hansı xromosom mutasiyasıdır? Xromosom mutasiyasında xromosomun sayı yox, xromosomun quruluşu dəyişir. Ona görə Down, Edward, Shershevski, Turner və Patau sindromlarında xromosomun sayında problem olduğuna görə götürmürük, Lejan sindromu isə götürə bilərik. Mitoxondrisi var, amma hüceyrə tənəffüsündə iştirak etmir, deyir. Mitoxondrisi var. Deməli, bu çox hüceyrəli heyvandır, eukariotdur. Amma hüceyrə tənəffüsündə iştirak eləmirsə, oksigensiz mühitdə yaşayır. Beləliklə, mən yetkin öküz soliteri yoxsa qaraciyər sürfəsinin kirpiklisi, qaraciyərin kirpikli sürfəsi götürmürəm, çünki o oksigenli mühitdə yaşayır. Bu isə yetkin öküz soliterinin cavabı uyğundur. Çay xərçəngində xitin dişciklər yerləşir. Xitin dişciklər üyüdücü mədədə yerləşər və çay xərçənginin əvvəlcə üyüdücü, sonra süzücü mədəsi gələr. Ona görə mədənin bilavasitə qida borusuna birləşdiyi hissə götürsəm, mədənin birinci şöbəsini götürmüş olaram. Digər bəndlərə baxaq. Həzm sisteminin qarıncıqda yerləşən, mədənin kiçik şöbəsi, mədənin bilavasitə bağırsağa birləşən hissəsi süzücüdür. Mədənin süzücü şöbəsində bu cavablar süzücü şöbədə xitin dişciklər olmaz. Postembrional inkişafında tənəffüs orqanlarını daha çox növ müxtəlifliyinə malikdir. Bu fikir qurbağa üçün doğrudur. Çünki əvvəlcə xarici qəlsəmə, sonra daxili qəlsəmə, sonra ağciyər və dəriyə malik olur. Növbəti suala keçək. Normal həyat dövranında hansı elementlərin yetkin fərdləri insanın bədənində parazitlik eləyər? Exnikok üçün biz aralıq sahibik, ona görə yetkin fərd it-pişikdə olacaq, bizdə yox. Amma öküz soliteri, ankilostoma, qaraciyər sorusu seçə bilərik. Nereid parazit deyil, toksoplazmada qurd deyil. 2, 3 və 4 bəndlərini seçmiş olduq. Psilofitlər bilavasitə mamırlara başlanğıc veribmi? Psilofitlər ilk quru bitkilərdir, amma onlar bilavasitə mamırlara başlanğıc verməyib. Onlar arasında bir keçid formu olub. Ağızcıqlara malik olub.
Torpaqda rizoidləri olub, mexaniki və örtük toxumaları olub, bəli. Sporlu bitkilərlə toxumlu bitkilər arasında keçiddirmi? Xeyr. İlk su bitkiləridirmi? Xeyr. 2, 3, 4 bəndlərini götürdük. Beləliklə, növbəti sualda toyuq təsvir olunur və deyir ki, yetişmə mərhələsində ilkin cinsiyyət hüceyrələrinin sayı 5-dir və 5 hüceyrədir və meyoz nəticəsində əmələ gələn kiçik hüceyrələrdə autosom xromosom istəyir. 5 hüceyrədən 5 qamet 15 yönəldici cisimcik əmələ gəlir. 15 yönəldici cisimcik kiçik hüceyrədir. 2 eni bərabərdir 78-dir. Eni bərabərdir 39. Autosom dediyinə görə biz 38-ə vurarıq. Cavab 570 alınır. Tozcuq borusu əmələ gətirmir deyir. Söyüdün sarı çiçəkləri erkəkdir, əmələ gətirməz. Günəbaxanın dilcikli çiçəkləri cinsiyyəti yoxdur, əmələ gətirməz. Mayalanma heç getməz orada. Qarğıdalının süpürgə çiçək qrupları erkəkdir, əmələ gətirməz. 1-3-5 bəndini seçmiş oldu. 27-ci suala baxırıq. Əlverişli şəraitdə həm dişi, həm də erkək qamet əmələ gətirsin. Sözsüz ki, biz bunu erkək qıcının protalı götürərik. Çünki protal iki cinslidir. Həm erkək, həm də dişi qametə malik ola bilər. Yalnız dişi qamet əmələ gətirsin. Arxegonini bura aid eləyə bilərik dişi qamet. Qamet əmələ gətirməyənə isə quş mamırının protonemasını götürərik. Hələ cinsiyyət yoxdur üzərində. Qatır quyruğunun yaşıl zoğlarını götürərik. C bəndi. Bura aid elədik. Üzərində anteridi olan quş mamırını isə heç birinə aid eləmirik. Çünki o erkək qamet əmələ gətirir. Növbəti sual situasiyadır və bununla da biz suallara izah gətirmiş olduq. Həkim müayinədən keçən insanın Klinefelter sindromu olduğunu aşkarladı. 44 üstə gələk X, Y seçdik və deyir ki, A orqanından qanında zərərli maddələri zərərsizləşdirir, glikozanı glikogenə çevirir. Deməli, mən deyirəm ki, A orqanı qaraciyərdir. B orqanı isə deyir ki, arteriya, kapilyar arteriya. Bu böyrəkdir. Və mənə suallar verir. Qanın formalı elementlərinin sayı normaya uyğundur. B orqanına 100 milli qan daxil olub. 100 milli qan daxil olub. Əvvəlcə kub millilitrə çevirək. Bu 100 vuraq 10 üstü 3 kub millilitr oldu. Və X-ların minimal sayını istəyir. Qanın formalı elementlərinin içində nə eritrositdə, nə də trombositdə formalı, yəni nüvə olmadığına görə X xromosomu daşımayacaq. Onda eritrositlərin minimal miqdarı 4-10 millidə 4-10 üstü 3. Beləliklə, hələ mən qanda 4-10 üstü 8 olaraq nəyi tapdım? Leykositlərin miqdarını. Klinefelterdə da 2X xromosomu var. 2-yə vuraram. 8 vurulsun 10 üstü 8 cavabını almış olduq. Hər hansı bir səbəbə görə millilitri kub millilitrə çevirəndə sıfırları artıq və yaxud da ki az yazmışamsa, kommentlərdə öz fikirlərinizi buyurub bildirə bilərsiniz. B orqanı ilə eyni bədən boşluğunda yerləşən endokrin sistemə aid olan vəzilərin adını istəyir. Onda mən böyrək üstü vəzi yazaram. Hər birinin sayını istəyir 2 ədəd və B orqanına bilavasitə qan gətirən damarların sayı 2-dir və damarların adını istəyirsə, böyrək arteriyası olaraq qeyd eləyə bilərəm. Eritrositlərin B orqanına gəlib çatması üçün, yəni eritrositin böyrəyə gəlib çatması üçün A orqanından hansı damardan çıxır? A orqanından çıxdığı damar, yəni qaraciyərdən çıxan damar qaraciyər venasıdır. Və aşağı boş venaya gələcək. Çıxdığı hansı damardan çıxır? A orqanından çıxan damar istəyirsə qaraciyər venası yazacaqsınız. Ürəyin kameralarından hansı ardıcıllıqla keçdiyini müəyyən edin. Ürəyin kameralarından istəyirsə qaraciyərdən gələn qan aşağı boş vena, sol sağ mədəcik, sağ qulaqcıq, sonra sağ mədəcik, sonra ağciyərə gedər, sol qulaqcıq və sol mədəcikdən ardıcıl olaraq keçmiş olar. Və aorta ilə yenidən arterial qana çevrilərək böyrəyə gedib çatar. Beləliklə, sizlərin də
diqqəti ilə mən artıq bu gün, yəni 17 mayda olan OTK suallarına izah verdim. Hər hansı bir səbəbdən əgər suallarda diqqətsizliyim, yaxud gözümdən qaçan məqamlar varsa, buyurun şərh bölməsinə öz fikirlərinizi bildirin. Vaxt darlığını nəzərə alaraq maksimal dərəcədə qısa və lakonik izah verdim. Vaxt ayırıb dinlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm.